Buraxılışa düşə biləcək belə bir romb sualına baxaq. Deməli, bizə nə verilib? Deyir ki, BD 4-dür, AC 6-dır və BCD üçbucağının perimetrini tapın. Bilirik ki, rombda diaqonallar kəsişmə nöqtəsində yarıya bölünür. Yəni BD 4-dürsə deməli, burada 2-dir, burada 2-dir və həmçinin AC 6-dırsa burada da 3-dür, burada 3-dür. Birinci bunu bilmək lazımdır. Bir də diaqonalla tərəf arasındakı münasibəti. Diaqonalın kvadratlarının cəmi 4a kvadratına bərabərdir. İndi diaqonalın biri, baxın diaqonal budur 4-dür. Deməli 4-ün kvadratı 16-dır. 3-ün kvadratı da 9-dur və bizə verir 4, üzr istəyirəm, 3 deyil, 6-nın kvadratıdır. Bu da bizə verir 36-nı. 4a kvadratıdır. 4a kvadratı 52-dirsə, deməli a kvadratı kökdə a kvadratı 13-dür, a da kökdə 13-dür. Deməli tərəfi kökdə 13 tapdıq. Deməli bütün tərəflər kökdə 13-dür. Burada kökdə 13-dür, yəni bilirik ki, rombun tərəfləri bir-birinə bərabərdir. İndi biz BCD-nin perimetrini tapmalıyıq. BCD buradır. Perimetrini tapanda da bütün tərəflərin cəmini tapırıq. 2 ilə 2-nin cəmi 4, kökdə 13 ilə kökdə 13 də 2 kökdə 13. Deməli perimetrimiz 4 üzərinə gəlsin ki, kökdə 13-dür.